Gedib erməni ilə də Şah İsmailin davasını eləyirəm. Farsla da Şah İsmailin davasını eləyirəm. Sonra gəlirəm burada bəzi, yəni mən necə deyim, bu günləri Azərbaycan Silahlı Qüvvələrinin Ali ordeni Şah İsmailin adınadır. Bugün Bakı şəhərinin mərkəzində Şah İsmail abidəni müstəqillik əldə etdikdən sonra Azərbaycan dövləti qurub. Bugün bizim hərbi akademiyalarımızda Şah İsmaildən, Səfəvi tarixindən dərs keçirilir. İnsan bunu necə təhqir edə bilər? Həqiqətən də bir Azərbaycanlı, bir Azərbaycan patriotu heç vaxt və heç vaxt nə Uzun Həsənə, nə Şah İsmailə, nə Nadir Şaha dil uzatmaz. Çünki bizim dövlətimizin tarixi istinadıdır. Yəni ermənilər də deyir ki, Azərbaycan tarixi yoxdur. Farslar da deyir Azərbaycan tarixi yoxdur. Ruslar deyir ki, Stalin yaradıb Azərbaycanı və bizim içimizdə də bəzi marginal qrup eyni sözü erməninin, Farsın, Rusun, Azərbaycanı sevməyən qüvvələrin sözün deyir.